Esselamu Aleyküm değerli izleyiciler. Önde gelen büyük günahlardan biri de bilərək namazı qəzaya buraxmaqdır. Allah Quran-ı Kerimdə belə buyurur. Namaz müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz edilmişdir. Bu ayəyə görə namazı bilərək qəzaya buraxmaq kəbair, böyük günahlardandır. Başqa bir ayətdə də belə buyurulur. Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Səylankarlıqları üzündən namazlarını vaxtında qılmırlar. Bu ayətdə veyl sözü keçir. Əfəndimiz sallallahu əleyhi və səlləmin veylin cəhənnəmdə iki dağ arasında irindən bir vadi olduğunu və 40 illik məsafədə olduğunu söyləyib. Cəhənnəmdəki digər yerlər bu vadidən Allaha sığınır. Bu ayətdə başqa diqqətimizi çəkməli olan namazlarında yox, namazlarından deyə keçməsidir. Namaz içində hər kəs bir anlıq qəflətdə ola bilər. Yəni, fikrini namaza verə bilməyə bilər. Amma bu ayədə qəsd edilən namaz içindəki qəflət deyil. Namaz vaxtında qılmaqdakı səhlankarlıqdır. Belə ki, sahabədən Sad bin Əbu Vaqqasın Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləmlə bu ayədə kimlərin qəsd edildiyini soruşduqda Əfəndimiz sallallahu əleyhi və səlləm namazı təxir edənlər, yəni qəzaya buraxanlar olduğunu demişdir. Bəzi kitablarda belə bir rəvayət keçir. Bir adam şeytandan necə sənin kimi ola bilərəm deyə soruşur. Şeytan cavab olaraq belə deyib. Namazlara əhəmiyyət vermə və çox and et. Belə ki, bir hədisdə də Əfəndimiz sallallahu aleyhi və səlləmdən belə rəvayət olunur. Qiyamət günü bir adam getiriləcək. Allah Teala atın bunu cəhənnəmə deyəcək. Allah deyəcək, namazı təxir edirdi və yalan yerə mənim adıma and içirdi. Allahın Quran-ı Kərimdə bizə əmr etdiyi ən önəmli ibadət namazdır. Buna görə Quran-ı Kərimdə haqqında ən çox danışılan mövzu namazdır. Nə olursa olsun Allahdan önəmli deyil. Onun əmr etdiyi ibadətdən bizi heç bir şey yayındırmamalıdır. Quran-ı Kərimdə Allah Teala belə buyurur. Ey iman gətirənlər, mallarınız və övladlarınız sizi Allahı anmaqdan yayındırmasın. Kim bunu edərsə, onlar əsl ziyana uğrayanlardır. Müfəssirlər bu ayədəki zikirdən əsas nəzərdə tutulanın namaz olduğunu deyiblər. Yəni bizim üçün ən dəyərli olan şeylər belə bizi namazdan yayındırmamalıdır. Çox zəruri olmadıqca heç nə namazı qəzaya buraxmaya bəhanə ola bilməz. Mal və övlad kimi önəmli şeylər belə səbəb sayılmırsa, daha önəmsiz şeylərə görə namazı təxir edənlərin vəziyyəti necə olar? Digər ayətdə də belə buyurulur. Onlardan sonra namazı hədər edən, şəhvət və dünyəvi həvəslərinə arxasıca düşən bir nəsil gəldi. Onlar bu davranışlarına görə qəy idarəsinə düşəcəklər. Sahabədən İbn Abbas radiyallahu anh buradakı namazı hədər edənlər, namazın vaxtını təxir edənlərdir, yəni qəzaya buraxanlar. Tabeyindən Səid bin Müseyyəb radiyallahu anh namazı hədər etmək, əsr namazı girənə qədər zöhr namazını, axşama qədər əsri, işaya qədər axşamı, imsaha qədər işanı, günəş çıxana qədər də sübh namazını qılmamaqdır. Hər kim bu hal üzrə tövbə etmədən ölərsə, Allah Teala cəhənnəmdə onu dibi çox dərin olan və əzabı çox şiddətli olan qəy dərəsinə atmaqla hədə qorxu gəlmişdir. Qəy dərəsinə cəhənnəmdə yananların qalıqları tökülür. İslam alimlərində İmam Zəhəbi bir adam namazı vaxtından gecikdirərsə, sahibi kəbirə, yəni böyük günah sahibi fasıq olar. Bir vaxt namazı tərk edən eynə zina etmiş və oğurluq etmiş kimi günahkar olar. Belə ki, hər bir namazı qəzaya buraxmaq ayrı-ayrı böyük günahdır. Bunu bir neçə dəfə təkrarlasa, tövbə etməsə, kəbair günah əhlindən sayılır. Resulullah sallallahu aleyhi və səlləm belə buyurub. Tək bir namazı üzrüsüz tərk edən, qəzaya buraxan adamın digər bütün əməlləri həba olar. Başqa bir hədisdə də belə buyurulur. İki namazı bir araya gətirən, yəni birini gecikdirib o biri namaza qədər qılmamaqla qəzaya buraxan böyük günahların qapısından birini açmış olur. Bəzi rivayətlərdə də tək bir namazı tərk edənin cəhənnəmdə 80 il qalacağı deyilir. Bəzilərində isə hətta sonra qəza etsə belə ifadəsi də keçir. Unutmayaq ki, nəsuh tövbəsi ilə tövbə edənin günahlarını Allah Teala əfv edər. Əsas olan səmimi qəlblə tövbə etmək, peşman olmaq və işlədiyimiz günahı yenidən etməkdir.
Velhamdülillahi Rabbil alemin.